Bu dərsimizdə sizinlə zərfin yazılması və çap edilməsi əməliyyatına baxacağıq. Bugün belə qlobal kompüterləşmənin və interaktiv ünsiyyətin mövcud olduğu bir dövrdə məktub yazışmalarının yerini elektron poçt xidməti və sosial şəbəkələr tutsa da, poçt zərfləri poliqrafiyanın çox önəmli məhsullarından biri kimi qalır. Bildiyiniz kimi, zərf iş yazışmalarının əsas atributlarından biridir və bu cür zərflərdə iş sənədləri, kommersiya təklifləri və reklam bukletləri göndərilir. Siz də zərfin üzərinin yazılıb və çap edilməsi ehtiyacı ilə qarşılaşa bilərsiniz. Cəmi bir ədəd zərfin üzərinin yazılıb göndərilməsi bir o qədər də çətin bir iş deyil. Bunun üçün yetər ki, alətlər bağında olan Mailing bölməsinə daxil olub, sol tərəfdə yerləşən Create qrupundakı Envelopes düyməsinə basasınız və açılmış pəncərədə zərfin üzərinə yazılacaq yazıları daxil etmək üçün lazım xanaları doldurduqdan sonra onu çap edəsiniz. Gəlin baxaq, bu hansı xanalardır və nə kimi məlumatları daxil etmək olar. Məlumatlar dedikdə, adətən bu çatdırılma ünvanı, hansı ki, Delivery Addresses xanasına yazılır, yəni bura. Digəri isə Return Address, yəni qayıdış ünvanı. Burada isə məktubu yazan şəxsin və ya qurumun ünvanını daxil edirsiniz. Bəzi hallarda məktubu yazan şəxsin və ya qurumun ünvanı artıq zərfin üzərində çap edilmiş olur. Onda bu ünvanın bir daha çap edilməsini istəmirsinizsə, Omit seçimini edə bilərsiniz. Siz çatdırılma ünvanını həm adi qaydada, yəni klaviaturadan daxil edə bilərsiniz, həm də əgər həmin ünvan ünvanlar kitabçasında bir kontakt olaraq qeyd edilibsə, bu düyməyə basaraq, açılmış pəncərədə siyahıdan lazımı kontaktı seçib, OK düyməsinə basaraq həmin kontaktın ünvanını bura daxil edə bilərsiniz. Qayıdış ünvanını daxil etdikdən sonra Print düyməsinə basaraq zərfi çap etmək olar. Yox, əgər zərfi çap etmək deyil, sadəcə olsun onu sənədə əlavə etmək istəyirsinizsə, Add to Document seçimini edə bilərsiniz. Bundan əlavə, daxil edəcəyiniz bilgilərin zərfin üzərində uyğun şəkildə yerləşməsi üçün çap etmək istədiyiniz zərfin ölçülərini də müəyyən etməlisiniz. Bunun üçün Options düyməsinə basın. Və açılmış növbəti pəncərədə Envelope Size menyusundan zərfinizin ölçülərinə uyğun modeli seçirsiniz. Yox, əgər zərfiniz buradakı ölçülərə uyğun deyilsə, Customize Size əmrini verərək açılmış kiçik pəncərədə zərfinizin enini və hündürlüyünü müəyyən etdikdən sonra OK düyməsinə basaraq təsdiq edə bilərsiniz. Biz standart olaraq saxlayıb OK düyməsinə basırıq. Amma Print Options bölməsinə daxil olaraq zərfi printerə hansı qaydada yerləşdirmisinizsə onu seçirsiniz. Uyğun seçimi edin. Seçdikdən sonra OK düyməsinə basın. Və qayıdış ünvanını daxil etdikdən sonra Print düyməsinə basıb zərfi çap edə bilərsiniz. Gördüyünüz kimi, bu çox asan bir əməliyyatdır. Amma əgər sizin şirkətiniz öz müştərilərinə və partnyorlarına hər hansı bir təklif ilə bağlı zərfin yazılması qərarına gələrsə, onda işiniz bir qədər çətinləşə bilər. Yəni, hər dəfə eyni məlumatları, məsələn, qayıdış ünvanını, poçt indeksi və digər məlumatlara daxil etmək istəmirsinizsə, Word proqramının imkanlarından istifadə edə bilərsiniz. Bunun üçün File bölməsinə daxil olaraq Options əmrini verirsiniz və qarşınızda Word proqramının parametrlərində dəyişiklik etmək üçün nəzərdə tutulmuş pəncərə açılır. Advanced qrupuna daxil olun. Buradan isə Mailing Address xanasına keçid edərək hər dəfə qayıdış ünvanı, yəni məktubu yazan şəxsin və ya qurumun ünvanı daxil etməyəsiniz deyə həmin ünvanı bura daxil edə bilərsiniz. Diqqət edin, əgər ünvanı bura daxil edib OK düyməsinə basarıqsa və bundan sonra Envelope düyməsinə basaraq zərfin üzərini yazmağa çalışsaq, qayıdış ünvanının avtomatik olaraq bura daxil edildiyini görə bilərik. Yəni anladığınız kimi, bu bir balaca işimizi asanlaşdırır.
və bizə ancaq çatdırılma ünvanını daxil etmək qalır. Onu da delivery address xanasına yazıb print düyməsinə basaraq çap edə bilərik.